özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Və Allah Teala inşallah ibadət və itaətlərimizi dərəcəyi qəbulu yetirsin. Quran-ı Kərimin Əhzab surəsinin 21-ci ayəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Ləqəd kanə ləkum fi rəsulillah usvetun həsənə. Allah Teala buyurur ki, Peyğəmbərdə sizin üçün gözəl nümunələr var. Peyğəmbərdə sizin üçün gözəl nümunələr var. Kimlər Peyğəmbərdən nümunə götürür? Allah Teala həmin şəxslərin halını bəyan edir. Kimlər Peyğəmbərdən nümunə götürür? Deyir, limən o kəsləri üçün ki, kanə yərcullah vəl-yawməl axirə. O kəslər üçün ki, onların ümidi Allahdır, Allaha ümid edirlər və axirət gününə ümid bağlayıblar. Və zəkərəllahə kəthira və Allah Teala'nı çoxlu zikr edirlər. İki halı, iki xüsusiyyəti Allah Teala diqqətə çəkir ki, Peyğəmbərdən iki dəstə insanlar nümunə götürürlər. Onların ki, ümidi Allaha və axirət günədir və Allahı çox zikr eləyirlər. Onlar Peyğəmbərdən nümunə götürən şəxslərdəndir. Ara sıra biz bu barədə danışmışıq. Ümidimiz Allah'adır və inşallah ki, Allah Teala bizim ümidimizi heçə çıxartmaz. Ümid barəsində danışdığımız zaman dualarda bu məsələyə çox önəm verilir. Necə ki, Quran-ı Kərimin ayəsində də Allah Teala buyurur ki, o kəslər ki, Allah Teala'ya ümid edirlər. İmam Əli əleyhissalamdan gələn Kumeyl duasında diqqət eləsəz, həmin duada İmam buyurur ki, İrhəm mən ilahi rəhm etkinən o kəsə ki, rəsən maluhu rəca, onun sərmayəsi ümiddir. Və silahuhul buka, onun silahı ağlamaqdır. Onun başqa heç bir şey yoxdur. Ümidi sənsən o kəsə rəhm etkinən. Bəzi əməllər, bəzi günahlar səbəb olur ki, insanın ümidini aradan aparsın. İmam həmin dualarda buyurur ki, Allahümmə xfirliyyəz-zunubəlləti təqtəur rəca. İlahi, o günahlarımı əff etkinən ki, o günahlar ümidimi aradan aparır. Ümidsizliyimə səbəb olur. O günahlarımı əff etkinən. İmam Əli əleyhissalam Nəhcül Bəlağədə bir sıra insanlardan danışır ki, həmin insanlardan olmamağı İmam çağırır. İmam çağırır ki, o kəslərdən olmayın. Kimlərdən olmayın? İmam buyurur ki, Lə təkunu mimmən tərcül əxirətə bi qeyri əməlin. İmam buyurur ki, o kəslərdən olmayın ki, axirəti istəyirlər, amma əməlləri yoxdur. Heç bir əməl etməyiblər, amma ümidləri budur ki, axirətdə nəsə bunların gözləntiləri var. İmam buyurur ki, onlardan olmayın. Düzdür, bizim ümidimiz Allah'adır. Düzdür, biz ümid eləyirik ki, Allah Teala bizi əff edəcək və əməllərimizin müqabilində bizlərə mükafat inayət edəcək. Amma o insanlar ki, əməlsiz Allah Teala'ya ümid edirlər, onlar barəsində bu yaxınlarda bir sorğu keçirilmişdi. Türkiyə kanallarının birində göstərdi. Çox gözəl bir sorğu keçirdi. Həmin sorğu bu idi ki, küçədə cəmaatdan bir soruşur ki, namaz qılmayan insanlar barəsində. Deyir, əgər bir adam namaz qılmırsa, nə cür olar? Yəni, namazsız olar ya olmaz, müsəlman namazsız olar ya olmaz. O, həmin cəmaatın içərisində müxtəlif cavablar verənlər oldu. O cavabların içərisində daha sonra bir nəfər gözəl bir cavab söylədi. Həmin cavab bu oldu ki, bəs mən yaxşı adamam. Mən yaxşılıq eləyirəm, mən pislik eləmirəm. Və mən ümid eləyirəm ki, Allah Teala məni bağışlayar. Bu həmin soruşan jurnalist, müsahibə alan dedi ki, bax, düşünək ki, bir zavoddur.
Bir zavodun işçisi var, bir müdiri var. Zavodun işçisi işə getmir. Ondan sonra işdə olmur, amma çox yaxşı adamdır. Ayın sonunda zavodun müdiri ona maaş yazar ya yazmaz? Deyir, yox, əlbəttə yazmaz. Bu işə getməyibsə, ona heç bir maaş yazılmaz. Deyir, bəs insan da bu cürdür. Gərək hər hansısa bir xeyir əməl etsin ki, onun müqabilində Allah Taala'dan nəsə ümid bəsləsin. Və o cümlədən də digər ayələrdə də Allah Taala insanları ümidsizliyə düşməməyi barəsində buyurur ki, Peyğəmbər, o bəndələrimə deginən ki, lə təqnutu min rəhmətillah, Allah Taalanın rəhmətindən ümidsiz olmayın. Bəs bizim elə vəzifəmiz budur ki, insanları dinə dəvət etdiyimiz zaman onlara ümidlə yaşamağı və ümid etməyi, gözəl bir ümid etməyi tövsiyə edək. Və Allah Taala'dan duamız budur ki, Allah Taala bütün ümid edən insanların ümidini onların xoş niyyətə qərar versin. Allah Taala inşallah bu cümə günündə edilən bütün ibadət və itaətləri qəbul etsin. Allah Taala gələn günlərimizi xeyirli, bərəkətli qərar versin. Allah Taala öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala günahlarımızı əfv etsin, tövbələrimizi qəbul etsin. Allah Taala gələn günahlardan bizləri hifz etsin. Allah Taala şeytanın şərrindən, hiləsindən, vəsvəsəsindən bizləri və bütün müsəlmanları hifz etsin. Allah Taala müsəlmanlar içərisində vəhdət, birlik bərqərar etsin. Allah Taala zəmanəmizin imamının zühuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala salih əməllərimizi İmam Zaman əleyhissalamın zühuru üçün zəmin qərar versin. Allah Taala qazilərimizə və bütün xəstələrə, nəzərdə olan xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala şəhidlərimizə, dünyadan köçənlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala bizim xalqımızı və bütün İslam ümmətini səhihi salamat etsin. Allah Taala müharibə gedən müsəlman torpaqlarında və dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları qətlə yetirənləri layiqli cəzalarına çatdırsın. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv etsin. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. Allah Taala bütün müsəlman bəndələrinə halal, minnətsiz, bol ruzu əta etsin. Allah Taala borcu olanların borcularını əda etməkdə yardımcı olsun. Allah Taala bütün müsəlmanların dualarını qəbul etsin inşallah.